Paketləyici qablaşdırıcı işindən iki dənəsindən bəhs etmək istəyirəm yoldaşlar. Onun biri 750 manat civarında olan, əslində yəni 900 manat da qazana bilərsiniz orada. Deyimləyə görə. Çünki orada iş sistemi faizə əsaslanır yoldaşlar. Yəni maaş faiz sistemidir. Yəni hazırlanan qutuların sayına görə sizə aylıq verilir. Əl sürətinizdən asılı olaraq da aylıq 600-900 manat arası dəyişə bilər. Bəs kimlər üçündür? Bu xanımlar üçündür. 7-ci mikrorayondadır yoldaşlar. İş saat 10-dan 7-yə qədərdir. Təcrübəyə də ehtiyac yoxdur. İşi öyrədirlər. Hədiyyəlik parfüm qutuları hazırlanır yoldaşlar. Yəni kardon, aboy, parça kley istifadə olunur. İş də oturaq bir işdir. Təcrübəyə də ehtiyac yoxdur dediyim kimi. Bundan əlavə yoldaşlar, belə bir iş də var. Bu Azərbaycan Dəmir Yollarındadır. Bu da daşın seçib qablaşdırıcısı işidir. Biləcərdədir. Yəni siz nə yaşayırsınız? Burada yükü daşınmağa hazırlayırsınız. İri ölçülü daşları ölçülərinə görə çeşidləyirsiniz. Sonra qatar təhlükəsizlik tələblərinə uyğun iri ölçülü daşları vaqonlara yığıb qablaşdırırsınız. Yəni belə bir işdir. Bu işlərdə müraciət etməkdə çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz və yaxud da digər işlərlə də tanış olmaq istəyirsiniz. Ümumiyyətlə iş tapmazda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, doğrulayıcı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.